Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində küllü miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdı. May ayının 29-da Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd yemlərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kq 270 qram narkotik vasitə, 24 kq 170 qram marixuana, 100 qram tiryək aşkar olunaraq götürülmüşdü. Həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində İran İslam Respublikasına məxsus mühərriklə təchiz edilmiş Yamaha 55 markalı layner tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılmışdı. Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları 1984-cü il təvəllüdlü Vahid Layığı Sudiq, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşi Nejad Tohid Nərman olduğu müəyyən edilmişdi. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.